18 yaşlı Elgün daha məktəbini bitirməmiş, gələcək planlarını tam qurmamışdı. Ailəsi onun diplom alacağı günü, toy gününü və daha nələr xoş günlərini gözləyirdi. Amma bunların heç biri olmadı, çünki Elgün gəlmədi. Niyə? Çünki biz bir cəmiyyət olaraq, bir ailə olaraq çox şeyi görməzdən gəldik. Bəzən deyirik ki, uşaqdır da, avaralıq edir, keçər. Amma keçmir, əziz valideyn, keçmir. Uşaqlar bir gün məktəbdən geri qayıtmır. Uşaqlar bir gün yerdə huşsuz vəziyyətdə uzanır. Uşaqlar bir gün xəstəxanada son nəfəsini verir və o zaman artıq hər şey üçün çox gec olur. Uşaqlar avara olmur. Uşaqlar sevgiyə ac olanda, dinlənilmədikdə və onlara sevgi göstərilmədikdə avaralığa meylənir. Uşaqlara evdə qucaq açılmadıqda küçə onlara qucaq açır. Amma küçənin qucağında sevgi yoxdur, mərhəmət yoxdur. Orada yalnız ölüm var, zülüm var. Artıq Elgün kimi uşaqları itirməmək üçün hər birimiz ayağa qalxmalıyıq, oyanmalıyıq. Atalar, oğlunuz hardadır? Kimlərlə oturub durur? Gecə saat neçədə evə gəlir, heç bilirsiniz? Analar, qızlarınız nə yaşayır? Dərdlərini sizinlə bölüşə bilirmi? Siz ümumiyyətlə qızlarınızı dinləyirsiniz? Məktəb, qonşular, cəmiyyət olaraq biz hər birimiz məsuliyyətliyik. Çünki bir uşağı yalnız bir ailə deyil, bütün cəmiyyət böyüdür. Bugün Elgünün adı xəbərlərdədir. Sabah kimin övladı olacaq? Mənim, sənin, yoxsa onun? Artıq dayanmaq, baxmaq və dəyişmək zamanıdır. Övladlarımıza telefon, geyim, pul deyil, sevgi və zaman verək. Elgün sadəcə bir simvoldur. Onun ölümü yalnız bir gəncin ölümü deyil. Elgünün ölümü bir millətin, bir gələcəyin, bir ümidin sönməsidir. Artıq Elgünlər ölməsin deyə bu səssizliyi sən də poz.